Hər kəsə salam. Detonasiyada yenə də mən Ayşə İrşad qızı. Bu günləri sizlərə rayonumuzun sevimlisi, əl işləri ilə öz sözünü demiş, hər kəsin də Hürrəm adlandırdığı stilist, vizajist Ayşə xanım yanımdadır. Studiyamızda sizi xoş gördük Ayşə xanım. Əvvəla çox təşəkkür edirəm dəvətiniz üçün. Çox minnətdaram. Həqiqətən çox şadam ki, rayonumuzda belə gözəl qabiliyyətli, belə gözəl incə layihələrə imza atmış Aysel xanım var. Təbii ki, həqiqətən də bu ilk dəfə olur. Düzü mən özüm bir vizajist olaraq düşünürdüm bəlkə belə bir təqdimat eləyim, veriliş açım, amma Aysel xanım elədiyi üçün çox sevindim həqiqətən. Təşəkkür edirəm belə gözəl iltifatlara görə. Çox sağ ol. Sən də bizim əzizimizsən. Canım, çox sağ olun, minnətdarım. Bəs sən hazırsan bugünkü suallara? Bəli, buyurun. İzləyicilərin səni topa tutmağına hazırsan. Dirib. Necə başlasam? Soğan yeməmişəm, niyə gölüyüm? Buyurun, gəlsin. Şəxsən mənə və izləyicilərimizə ən maraqlı sual budur. Niyə Hürrəm deyib adlandırırlar sizi? Düzü belə deyim, mən dünyaya gələndən, yəni necə deyirlər, ruslar demiş, rıjik olmuşam. Ondan sonra da yəni ağbənizli xanımam, gözlərim rənglidir. Həqiqətən çox gözəl gözləri var. Çox sağ olun. Bundan da əlavə yoldaşımın adı Süleymandır. Hətta bəli. Ona görə necə deyim, yəni Süleyman yoldaşımla ailə qurduqdan sonra belə deyim, yəni Süleymanın yoldaşı olduqdan sonra artıq mənə dedilər ki, sən həqiqi Hürrəmsən. Odur, budur. Yəni o kino çəkiləndən bu yana statusum Hürrəm olaraq qalıbdı, yəni Mingəçevirdən bu yana. Mingəçevirlisən onda əslən. Bəli, bəli. Sən deməli rayonumuza gəlmisən. Bəli. Gör. Konseptimizə uyğun olaraq sən məni make-up edirsən. Bəli. Və sual-cavaba başlayırıq. Necə bir make-up var mənim üçün edəcəyim? Düzü heç bir şey düşünməmişəm. Paputu. Müştəriləri bəzəyib yorğun gəlmişəm. Yəni düşünürəm ki, inşallah gözəl alınar. Birinci başlamalıyıq makyajımızı silməkdən. Belə eləsək nə olardı? Göyə bax. Ayşə xanım, biz sizi əsasən videolarınızda və paylaşımlarınızda atlarla görmüşük. Atlara olan sevdanız nədən irəli gəlir? Düzü, mənim atam professional ovçudur. Yəni həvəskar deyil, peşəkar ovçudur. Demək olar ki, balacalıqdan patron doldurmuşluğum da var, yəni. Səndən qorxulur. Bəli. Mənim hardasa 4 falan yaşım olardı. Patronundan başa çıxanlar biləcəkdi. Piston deyirlər, onu qoyardım. Onun xüsusi aparatları var. Onu yerləşdirərdim. Sonra qırma tökərdim, barıt tökərdim. Sonra onun arası üçün yerləşdirilən plastik şeylər olur belə. Onu qoyub üstünü presləyirdin. Hissə-hissə qırma. Görək nələr var. Bəli. Yəni belə deyim. Bizim də çox gözəl, bahalı, çox cins gözəl atımız var idi. Mən özüm şəhərdə yaşayıram. Şəhərdə yaşamağımıza baxmayaraq o atı mənim atam öz qohumlarına kənd yerinə vermişdi. O at çox faciəvi bir şəkildə öldü. Yəni o atı biz görəndən görənə, məsəl üçün mənim atla şəkillərim var Göygöldə. Belə deyim, gülməli də çıxsa deyəcəm, eşeyə də minmişliyim var. Yəni uşaqlıqdan həvəskaram, xoşuma gəlir. Onda uşaqlıqdan yəni bir Bəli. həvəs bu. Ümumiyyətlə geyimlərim də, yəni necə deyim, uşaq yaşlarımdan, 12-13 yaşlarımdan ərəb obrazlarında şəkillərim var. Sadəcə hicabsız olduğum üçün paylaşmaq istəmərəm. Yəni aksesuarlardan istifadə edirəm. Çox qəşəng aksesuarlarım var. Bəli. At sevgimdəki belə deyim, bu yəni indi olan bir şey deyil də. Yəni bu uşaqlıqdan, məndə yəni balaca kiçik yaşlardan, 3-4 yaşından olan bir sevgidir. Yəni ümumiyyətlə bu mənim təbiətimlə əlaqədar bir şeydir. Yəni necə deyim, həyat tərzimizlə də əlaqədar bir şeydir. Biz ümumiyyətlə təbiətlə əlaqədar, ümumiyyətlə heyvanları sevirik. Bütün heyvanlara qarşı sevgimiz var, belə deyim. İndi ovçu deyəndə də biraz qəribə çıxır. İndi Yaradan bizim üçün yaradıbdır ki, həm onlarla qidalanaq, həm onları sevək. Hər kəsin mən belə düşünürəm ki, yəni arzusudur ata minmək, at çapmaq. Şəxsən mən qorxuram ata minməkdən. Mən onu deyirəm. Yəni demək olar ki, hamının ata qarşı sevgisi var, amma çox adam yəni ürək eləyib minə bilmir. Çünki bu maşın deyil ki, sənə öyrətsinlər, onu sürəsən. At elə bir şeydir ki, ani reaksiyalar verə bilər, ani reflekslər verə bilər. Gərək ümumiyyətlə qorxu olmasın. İnsanı hiss eləyir deyirlər, at düzdür bu? Bəli, hiss eləyir. Çünki məsəl üçün o mən çəkilişlərində istifadə etdiyim atlar bəzi ümumiyyətlə yiyələrini, sahiblərini çox sevirlər. Kənar adam istəmirlər. Yəni məni də hardasa müəyyən qədər qəbul eləyiblər. Yəni hər adamı qəbul eləmirlər, yəni atlar. Düzdür, qorxurlar, ürkürlər. Elədir, ürkürlər. Ayşə xanım, bəs sizin belə maşınlara və s. marağınız olub?
Bəli, maşınlara da marağım olubdu. Yəni belə deyim ki, mexanikada sürürəm, avtomatda sürürəm, amma avtomata təzə başlamışam, nə yalan deyim. Heç Eşitdim bu arada insanların da dediyinə əsasən maşınınızda xeyirli olsun. Bəli, çox sağ olun. İndi onu sonra danışarıq. Maşın barəsində indi at sevgimizi izah eləyək. Ümumiyyətlə belə deyim, şərq tərzini sevirəm, ərəb tərzini sevirəm uşaqlıqdan ki, mənim 11, 12, 13 yaşlarımdan o tərzlərdə şəkillərim var. Yəni sadəcə yenə deyirəm, hicabsız olduğu üçün paylaşa bilmərəm. Yəni tam hicab bağlamırdım da, yarımçıq saçlarım çöldə qalardı, aksesuardan istifadə edərdim. Sırf Ərəbistandan gələn geyimlərimiz olurdu mamamın. Onları geyinərdim, çəkərdim. Sən biraz oyana bax. Gündəlik həyatınızda belə ən çox istifadə etdiyiniz aksesuar, bunsuz yəni çölə çıxmaram dediyiniz aksesuarınız varmı? Yox, elə bir aksesuarım yoxdur. Gündəlik həyatda sadəliyi tərcih edirəm. Hicabsız olanda, yəni normal olaraq hər qadın istifadə etdiyi aksesuarlardan istifadə edirdim. O cür, yəni çəkilişlərdə istifadə etdiyim aksesuarlarda yalnız çəkilişlərdə istifadə etməyi xoşlayıram. Gündəlik həyatımda maksimum dərəcədə sadə görünməyi sevirəm. Yəni sevmirəm ki, çəkici görünməyi sevmirəm, belə deyim. Mümkün qədər. Çəkilişlərdə də üzümü bağlayıram, gördüyünüz kimi. Sevmirəm. Diqqət çox da çəkməyi sevmirəm. İşim elə bir işdir ki, tamam gözdən də qaça bilmirəm. Ya bu işi tərk etməliyəm, ya da ki, müəyyən qədər insanlara özümü göstərmək məcburiyyətindəyəm. İndi çəkiliş eləyəndə də aksesuarlardan istifadə etməyəndə maraqsız olur. Mən məcburiyyət qarşısında istifadə edirəm, amma mümkün qədər gözdən qaçmağa çalışıram. Bəs heç düşünübsünüzmü işinizi tərk etməyi və yaxud da ki, işinizdən uzaqlaşmaq? Çünki sizin işiniz ön planda olan bir işdir. Yəni Düzü səmimi deyəcəm, sənətimi çox sevirəm. Yəni mən bu sənətə gəlmək üçün heç kimdən dərs almamışam. Özümün rəssamlıq qabiliyyətim var. Müəllimlərin Yox. Yüngül var, sadəcə saç üçün müəyyən texnikaları öyrənmişəm. Sonradan sonra necə deyim, bir neçə dünyaca məşhur vizajistlərin onlayn məsəl üçün kurslarında olmuşam. Yəni onlayn olub da, yəni belə ümumiyyətlə kimdənsə sənət öyrənmək üçün, makiyajı eləməyi öyrənmək üçün heç bir vizajistin yanında olmamışam. Düzü mənim üçün belə işləmək biraz çətindir bu şəraitdə. Çünki mənim üçün daha yaxşı olur ki, ayaq üstə durum, hündürüstə olsun. Neysə belə idarə eləyək çəkilişdə. O gün olsun sizin studiyanızı çəkək belə çəkilişdə. İnşallah. Necə belə heç kim yanından dərs almadan belə qəşəng işlər işləyə bilirsiniz? Yəni mən inanmıram müəyyən qədər də olsa. Əslində bu çox normaldır inanmamağınız. Çünki mənim ümumiyyətlə uşaqlıqdan, yenə uşaqlığa gedirəm. Hər şey, yəni nə gəlirsə uşaqlıqdan gəlir. Rəssamlıq qabiliyyətim olubdu. Yəni buna görə də içəridən dərs almamışam. Bizdə dərs almamısan. Bəli, bu genetik bir şeydir. Bibimdən mənə genetikamızda bibimdən keçən bir şeydir. Yəni bu təkcə rəssamlıqla əlaqədar bir şey deyil. Toxuculuqdur, əl işləridir, tikmək, düzəltmək. Bəli, incəsənətə dair hər bir şeyə yəni bacarıram. Daha incəsənətdən ruscaya keçdim. İncəsənətdən də çıxıbdı. Yəni mətbəxdə də bişirə bilmədiyim yemək yoxdur. İstir şirniyyatlardan. İnşallah ki bunu deyəcəm. Yəni zaten mənim yeməklərimi yeyən hər kəs bilir ki, mən necə gözəl şirniyyatlar, necə gözəl yeməklər bişirirəm. Əl dadım superdir. Yəni tərifləmək üçün demirəm, onu deyirəm. Ayşə xanımı hər kəs yekəxana və dikbaş olaraq tanıyır. Bu nə qədər düzdür? Əslində mənim özümə də şəxsən direktdə bu sözü yazırlar ki, Ayşə xanım biz açıq-açıq etiraf edirlər yəni. Bəli, biz sizi canlı görənə qədər sizin özündən razı, insanlara yuxarıdan aşağı baxan birisi kimi bilirdik. Amma məni yaxından tanıyandan sonra deyirlər ki, amma siz tam əksisiz. Yəni artıq izləyicilərim də deyəcək ki, düz deyir. Yanımda olan hər kəs deyəcək düz deyir. İnsanlar yekəxana ilə, egoist ilə özgüvənli insanı səhv salırlar. Bəli, mən özgüvənli birisiyəm. İşimi sevirəm, sənətimi sevirəm, özümü sevirəm, özümə hörmət qoyuram. Yəni belə deyim ki, heç kəsin işığından narahat olmuram. Bir çox gözəl bir söz var. Öz işığına güvənən heç başqasının işığından narahat olmaz. Yəni mən özümə güvənirəm və ətrafımda parıldayan hər kəsi də sevirəm. Yəni mən bundan heç vaxt narahat olmuram. Yəni məni tanıyan hər kəs də bilir. Mən elə bir ustayam ki, adicə tələbələrimin belə öndə olmağını istəyirəm. Hər kəsin ruzisi bol olsun istəyirəm. Bir söz var, dəymə mənə, dəyməyim sənə. Təbii ki, mənə dəyirsənsə, özgüvənli və özünü sevən birisi olaraq həddini bildirəcəm. Onu yekəxanalıq bilirsinizsə, yekəxanalıq kimi qəbul eləyin. Mən bunu öz dəyər, öz sayğı və öz sevgi kimi qəbul eləyirəm. Bu qaldı ki, insanlara qarşı münasibət ki, bu yekəxanalıqla qətiyyən yanından keçə bilməz. Mən mehriban, istiqanlı bir insanam. Bunu hər kəs bilir. Heç vaxt heç kəsə yuxarıdan aşağı baxmaram. Əksinə,
mümkün qədər özümü necə deyirlər, altdan alıram hər şeyi. Yəni mənim xasiyyətimi bilənlər bilir. Yəni bu barədə heç özümü öyməyə ehtiyac da yoxdur. Artıq yəni tanımayanlar üçün deyirəm. Tanıyan hər kəs bilir ki, egoist insanlara nifrət edirəm. Yekəxana insanlara nifrət edirəm. Allah da elə insanları sevmir. Hər kəsə maraqlı olan əvvəlki şeirinizdən niyə çıxdığınızdır? Bir söz var, gəldik deyir zurnanın zırt dediyi yerə. Düzü bu sual mənə çox verilir. Bu barədə ətraflı danışmayacağam. Çünki məncə kifayət qədər Heç qeyd eləməyək hansı yerdə deyə artıq bilirlər. Bu barədə boy-boy açıqlamalar yazıram. Boğaza çatmışam artıq. Yəni belə deyim də, mən insanları yola verən birisiyəm. Yəni pisliklərə də hər şey göz yumuram. Yəni yola verirəm, gedir. Əsas çıxma səbəbim faiz işləmək olubdu. Bir insan nəyə görə bir yerdə faiz işləyər? Din baxımına görə bunu nəzərə aldın Ayşə xanım, yoxsa? Bəli, din baxımından yəni faiz işləmək istəmir. Hicaba keçirəm deyə çıxdım. Hicabla işsizliyə ora qəbul edilmirdilər, yoxsa? Yox, onların mən hicabıma heç bir kəlmə sözləri də yox idi. Elə sevindiklərindən də deyim ölürdülər hicab bağlanaram deyib. Kim istəməz ki, gözəl bir bağlansın, işığı sönsün. Hətta. Bəli. Yəni belə ki, mən artıq hicaba keçməyi illərdir istədiyimə baxmayaraq artıq qəti qərarımı aldım ki, mən artıq hicaba keçəcəm. Yəni buna səbəb nə oldu hicaba keçməyinə? Yəni belə deyim. Yoldaşınız mı istədi, yoxsa necə? Çox qəşəng sualdır. Çünki çox adam mənə direktdə yazır ki, yoldaşınız mı istəyib bağlandınız? Siz düşünün ki, mən 10 ildir ailəliyəm. Hətta yəni, 10 ildir sən artıq ailəlisən. Bəli, 2016 ailə qurmuşam. Yəni 10 il ailəli olan birisi niyə illər sonra yoldaşının istəyi ilə bağlansın? Yəni düşünün də, yoldaşının istəyinə bağlanan birisi toy günü bağlanır. Yəni bu mənim illərlə arzum olub. Mənim mamam, nənəm, xalam hamısı hicablıdır. Yəni bizdə də hamısı necə başa salım? Düzdür, bu zonada, Zakatala zonasında gözü açıb hicab görürlər. Yox, biz elə olmamışıq. Nə yalan deyim. Bizdə həm Azərbaycan mentaliteti olubdu evimizdə, həm də Rus mentaliteti olub, belə deyim də. Yəni müəyyən şeylər abır, həya, ar, namus deyəndə Azərbaycan dindən uzaq, belə deyim əslində. Yəni evimizdə din olmayıb, nə mənada? Yəni uşaq olanda mən belə sırf yəni bu dinin üstündə getməsən, baş bağlamasın deyib israr olmayıb. Bəli, ümumiyyətlə namaz da olmayıb. Yəni belə deyim ki, mənim anam 2012-ci ildə dinlə dərindən tanış olub, namaz qılıbdı. Həmçinin mən də. Mamam artıq eyni vaxtı. Bəli, mamamın tərkidi ilə Allaha ondan 1000 dəfə razı olsun, namaza başlamışıq. Yəni belə ki, ərəb stilini sevmişik, necə deyim, belə atlar matlar, bunların dinlə əlaqəsi yoxdur. Ərəb stili başqa bir şeydir, din başqa bir şeydir. Bunları qarışdırmayın. Çünki necə deyim, üslubdur, zövqdür, bəzəkdir, bu başqa bir şeydir, geyimdir. Din başqa bir şeydir. Yəni biz dində, yəni bizim evimizdə din 2012-ci ildə olubdu. Yəni mənim mamam da sonradan namazı qılan kimi dərhal başına bağlayıb. Mənim də illərlə arzum olub, amma lakin nəfsimə qalib gələ bilməmişəm, belə deyim. Sonda isə hər il mən hər oruçluq bitəndə, işə gələndə qızlar deyirdi: "Nə oldu, niyə bağlanmadın?" Çünki o qədər arzum var idi bağlanmaq üçün. Sonra bir gün dedim, yox, necə deyirlər, bizim loro dildə tüpürəcəm hər şey bağlanacam. Çox səmimi söhbət gedir bu arada. Bəli, həqiqətən, yəni istəmirəm, nə görünmək istəmirəm, qoy məşhur da olmayım, qoy klientlər də məndən vaz keçsin, qoy işimdə də itirim, heç nə olmaz, amma məni Allah sevsin. Hədəfim Allahın rızasını qazanmaq olub ki, necə dinə gəldin deyə sual versəniz, mənim anam da, mən də biz postoyanlı Allahla əlaqədar yuxular görürdük. Yəni biz dinə çağırılırdıq, sanki qiyamət olur, sən namaz qılmalısan, baş bağlamalısan, nə bilim, sanki deyirsən Allahım hər şey necə deyim, düzəlsin, mən başımı bağlayacağam, nə bilim, belə də yəni pis şey. Bəhanələri atıb bağlamaq istəyirsiniz. Elə bir yuxuda onu görə elə bir ki, necə deyim, vicdanla mübarizə aparırsan. O da ki, bəli, hər adama qismət olmur ki, mən izləyicilərimdən də mənə yazanlar var ki, belə bir yuxular görürük. Deyirəm, bir söz var, sizi təbrik edirəm artıq, Allah sizi çağırır. Çünki həqiqətən Allah hər insanı huzuruna dəvət eləmir. Yəni, yuxuda görmək, nə bilim, belə şeylər hər adama nəsib olmur. Yəni, mən gördüm, yox, Allah həqiqətən mənim istəyir bağlanmağımı, dedim, yox, bağlanacam ki, necə bağlandım bilirsiniz? Ev Spartimlisində idim. Bibim qızının elə bir ki, bəzəmək üçün gedirdim. Dedim, mən o toya da getməyəcəm, başımı bağlayacam. Toylara və s. də getmişsiniz, çağır toylarına? Getmirəm. Sadəcə başımı hicab atmışdım. Heç yoldaşımın da inanmağı gəlmirdi ki, artıq mən həqiqətən, çünki illərdir deyirdim, bağlanmırdım, artıq o şey inancdan çıxmışdı. Bir də gördünüz, başımı bağlayıb, hələ ki əynimi geyinməmişdim. İndi evimizə gedirdim.
Vəsə, odur, budur, hicabı geyindim. Bəs yoldaşınızın reaksiyası necə oldu? Çox sevindi, yəni nə yalan deyim. İstəyirdi də, yəni bil. Yox, onun elə bir arzusu yox idi ki, Sırf siz bağlanasınız. Aha, o mənə həmişə deyirdi ki, sən bilərsən. Yəni məni məcbur eləmirdi. Zaten dində məcburiyyət də yoxdur. Mənim yoldaşım da yəni necə deyim də, yəni namaz qılsa da, yəni necə deyim, o belə loru dildə deyə, adı qatı dindar birisi deyil. Amma xarakter olaraq təbii ki, ağır təbiətli bir insandır. Necə deyim, sözünü deyən insandır, sözünü yeridən insandır və mən də itaətkar bir qadınam, belə deyim. Sizin evdə onda bəs dominant tərəf kimdir? Təbii ki, mənim yoldaşım. Yəni o mənə deyirsə ki, belə deyim də, Qatıq qaradır. Qatıq qaradırsa qaradır, öl deyir öl, qal deyir qal. Yəni məni tanıyan hər kəs bilir ki, mənim yoldaşım 2 addım o yana da tutaq ki, mağazindir. Deyirsə ki, ora yox ki, bu gün getməyəsən, deyirəm baş üstə. Bizim evimizdə 10 ildir, 10 ilimizi gəlib gətirib çıxaran şey, bir dəfə mən yoldaşıma bu belə yox, belə olacaq sözünü deməmişəm. Heç vaxt. O nə deyib, o olub demişəm. Yəni məni tanıyan hər kəs bilir yəni bunu. Artıq Makyajın son toxunuşlarını edirik. Elə bu arada istəyirəm ki, biraz ailə söhbətinizə də daxil olum. Əgər icazə varsa. Bəli, buyurun. Belə bir şayə var ki, Ayşə xanım boşanıb və yaxud da boşanıb yenidən evlənib. Bunun əsasını isə yoldaşınızla paylaşımların olmamağını və s. sürürlər. Çox gözəl bir mövzuya toxundunuz. Əvvəla hamıya bir gözəl məsləhət verəcəm. İnsan gözəl olan şeyi qoruyar. Əgər xanımlar həyatınızda nələrsə gözəl gedirsə, onları paylaşmayın, göstərməyin. Bəli, mən ailəliyəm, 10 ildir evliyəm, heç vaxt boşanmamışam, heç vaxt boşanmaq istəməmişəm. Çox xoşbəxt evliliyim var ki, burada Ayətül Kürsü Fəlaqnas oxumağım gəldi. Yəni demirəm, xanımlar mutluluğunuzu paylaşmayın, qışqırmayın, göstərməyin insanlara. Çünki insanların nəfsləri çox pisdir. Yəni mən nə boşanmamışam, bəli həyatımda biri var, o mənim yoldaşım Süleyman Süleymanovdur. Mən də onun hürrəmiyəm. Biz necə başa salmışsa, yəni necə deyim, yəni məsəl üçün mənim yoldaşım indi düzdür, xaricdə olur. Niyə olur? İşləmək üçün gedibdir. İndi hər kəsin yoldaşı kimi işləmək üçün gedib. Ailəsinə dəstək olmaq üçün, ailəsini önə aparmaq üçün gedibdir. Yoldaşını gözəl yaşatmaq üçün gedib, daha da gözəl həyat bəxş etmək üçün gedibdir. Yəni bəzən mən də eşidirəm düzü ki, düşünürlər ki, hə məni boşayıb gedib. Elə bir söhbət yoxdur. Boş söhbətlərdir. Hər kəsə özüm kimi gözəl yoldaş arzulayıram. Həm hökümlü sözünü deyən, ağır, ağayana, ciddi, namuslu, qeyrətli həyat yoldaşı arzulayıram. Ki, qarşılıqlı olaraq, yəni tək bir tərəf yox. Ki, mənim yoldaşım mənə dəyər verirsə, bu məndən gördüyü dəyərlə əlaqədardır. Sədaqətim, sevgim, onun sözünə itaətim, ona qoyduğum hörmətlə mən bu münasibəti qazanmışam. Ailəni qarşılıqlı münasibət, qarşılıqlı sevgi, sədaqət qoruyur xanımlar. Boş söhbətdir, inanmayın, boş şey. Hər kəs haqqında danışırlar. Yəni necə deyirik? Bizim cəmaatda əslində fikir vermişsiniz var. Yəni bir insanla bir insan şəklini paylaşmışsa, yox onlar dalaşıb. Bəli. Instagramı takib edənlərsə paylaşmıram. Cadu var, pis göz var, ayırmağa çalışanlar var. İnsanlar pisdir, paylaşmıram. Yəni var, mən kiçik bir qaxda çəngəl qalı çəkdiyim hissədə mən yoldaşımla orada görünürəm, var. Göstərmək istəmirəm sadəcə. Məsəl üçün bu yaxınlarda mənim yoldaşım gəldi, indi gedibdi. Azərbaycan turu elədik. Kiminsə xəbəri oldu, yox. Gəldi məsəl üçün mənim yoldaşım mənə maşın aldı. İndi deyəcəklər, Ayşə maşın aldı, görəsən kim aldı? Yoldaşım aldı. Bəli, yoldaşım aldı. Sağ olsun. Yəni mən çox az bir qismini, 3də 1 hissəsini mən ödəmişəm, yəni maşının. Nağd alıbdı, hədiyyə veribdi. Sağ olsun, həyat yoldaşım. Maşın modelini qeyd edə bilərsiniz. Maşın modeli belə deyim, Kia Sorento-dur. O da nəyə görə Sorento? Mən 4 çəkən maşınları sevirəm. Maşınlar haqqında daha anlayışlı xanım var. Bəli, çünki mən mexanikada sürürəm, avtomatda sürürəm, at da çapıram, yeri gəlsə samolyot da sürərəm. Hər zaman dediyim söz. Yəni ki, nəyə görə Kia Sorento desəniz, yəni Santa Fe də istəyirdim, BMW G30 da. Yəni mənim seçimimə qoyulan maşınlar elə bir ki, büdcəmə uyğun, belə deyim. BMW G30 idi, Santa Fe'lər idi, Sorrento'lar idi, var idi. Məsəl üçün Çanqan da ala bilərdim. Salon qiyməti, yəni həmən o qiymətədir, məsəl üçün. Amma istəmədim, çünki mən belə deyim, dəlisov təbiəti olan birisi olaraq, həm də oğlaq bürcü olaraq dağ dərəni sevirəm, qarlı yerləri sevirəm. Təbiət boyunda Ayşə xanım. Bəli, yəni necə deyim, ön çəkən maşın mənə sərf eləmir, alçaq maşın mənə sərf eləmir. Ona görə bu maşını seçdik. Dəyərli həyat yoldaşım da sağ olsun, mənim adıma maşını alıbdır. Başqa nə istəyirsiniz?
Vaxtımızın az olduğundan bu şirin və intrikalı söhbətimizin sonuna gəlirik. İstəyirəm Ayşə xanım makyajı təqdim etsin. Vaxtımızın azlığından və şəraitsizlikdə etdiyimiz bir make-up oldu. Yəni baxmayaraq ki, bəli, baxmayaraq ki, vaxtımız az idi, əlimdən gələn ən gözlənilməyə çalışdım və linzadan da istifadə elədim, onu da qeyd edeyim. Hiss olunur heç gözümdə linza olduğu. Yox. Yox, sadəcə effekt gözəl olsun deyib istifadə etdik. Əziz izləyicilərimiz, bir verilişimizin daha sonuna gəldik. Makyajımı istəyirəm ki, yorumlar hissəsində 1-dən 10 üzərindən qiymətləndirəsiniz. İndi üzümü tuturam Ayşə xanıma ki, verilişimiz barədə biz izləyicilərə nə demək istəyirsiniz? Həqiqətən mən çox şad oldum, yenə deyirəm, çox xoş oldu bura gəlmək. Yorucu bir günün sonu, çox qəşəng motivasiya oldu, qəşəng bir çox suallara cavab verdim. Gəlməyimdə ən çox səbəb də bilirsiniz nə idi? Çünki həqiqətən də mənə direktə o qədər suallar gəlir. Yəni, burada verilən suallar daha da qabarıq şəkildə mənə şəxsidə o suallar verilir. Ki, zaten kənardan da o şayələri çox eşidirəm. Odur ki, insanlar, boş şayələrə inanmayın, boş sözlərə inanmayın, dedikodulara inanmayın. Mənim yanımda başqaları haqqında bir söz deyəndə mən deyirəm ki, dəqiq görmədiyim, duymadığım, bilmədiyim şeyə inanmaram ki, bildiyim şeydə gedib yaymaram. Boş-boş şeylərə inanmayın, boş-boş intrikalar axtarmayın, Allahdan qorxun, vicdanınızı təmiz saxlayın. Başqa deyəcəyim söz yoxdur. Həqiqətən bizi də izləməyi unutmayın. Bizi takib etməyi, izləməyi unutmayın. Verilişimizi də dəyərləndirin. Kommentlərinizi gözləyəcəm. Gələn dəfə detonasiyada kimi görmək istəyirsiniz yorumlarda yazın. Hələlik!